Salam, hörmətli həmkarlar və hörmətli abituriyentlər. Bugün biz sizlərlə birlikdə 2025-ci ilin kimya test toplusu, oksidlər, əsaslar, turşular, duzlar bəhsindən ətraflı cavab tələb olunan tapşırıqların izahına baxacağıq. Birinci çalışma ilə başladıq. Deməli, bizə burada deyir ki, kütləsi 10 qram olan dəmir lövhə 240 qram 24% miski sulfat məhluluna daxil olunubdur. Deməli, dəmir lövhə götürdük, üzərinə gəldik miski sulfat, reaksiya zamanı bilirik ki, ferrum SO4 duz əmələ gələcək, bir də mis metal əmələ gələcək. Ümumiyyətlə, yadda saxlayın ki, lövhə məsələlərində reaksiya daxil olan metalla reaksiyadan əmələ gələn metalın ayrıları arasındakı fərq bizə artım və yaxud da ki, azalmanı göstərir. İndi burada əmələ gələn metalımız mis metalıdır. Misin ayrı 64'dür. Reaksiya daxil olan metal dəmir metaldır, ayrı 56'dır. 64 ilə 56 arasındakı fərq 8 qram eləyir. Belə çıxır ki, reaksiya 56 qram dəmir daxil olub 64 qram mis lövhənin üzərinə keçəndə 64-dən 56 çıxanda ümumi metal lövhə üzərindəki artım 8 qram olur da, düzdürmü? İndi lövhədə artım 8 qram olanda biz reaksiya üçün reaksiya zamanı nə qədər mis metalın əmələ gəldiyini görürük. 64 qram. Çünki yenə deyirəm, 1 mol mis, yəni 64 qram mis, 1 mol dəmir, yəni 56 qram dəmir arasında, yəni prosesə baxanda, yəni 1 mol mis əmələ gələndə, 64 qramlıq mis əmələ gələndə 1 mol dəmir, yəni 56 qramlıq dəmir sərf olanda bunların kütləsi arasındakı fərq 8 qram edir və lövhədəki artım 8 qrama bərabər olur. 8 qram artımda 64 qram mis metalı sərf olunursa, burada isə 2 qram artım olub. Deyərsiniz, hardan bildik? Çünki əvvəlcə lövhənin kütləsi 10 qram, proseslərdən sonra isə lövhənin kütləsi 12 qram olub. 10 ilə 12 qram arasındakı fərq 2 qramdır. Deməli, lövhənin kütləsi burada 2 qram artıbdır. 8 qram artımda 64 qram mis metalı əmələ gəlirsə, 2 qram artımda gəlin görək nə qədər mis metalı əmələ gələcək. Buradan əmələ gələn mis metalının kütləsini müəyyənləşdirir. 4 dəfə azalıb, hardasa 16 qram mis metalı əmələ gələcək. Aha, bəs nə qədər mis sulfat sərf olunar? Biz görürük ki, reaksiya üçün 1 mol, yəni 64 qram mis əmələ gələndə 1 mol, yəni 160 qram miski sulfat sərf olunur. Burada isə əmələ gələn misi 16 qram tapdıq da. 16 qram mis əmələ gələndə gəlin görək nə qədər miski sulfat sərf olunacaq. Buradan sərf olunan miski sulfatın da kütləsinin 40 qram olduğunu müəyyənləşdiririk. Baxın, yuxarıda yazdım ki, 160 qram miski sulfat sərf olunanda 64 qram mis metal yaranır. Bu reaksiya tənliyinə görə görsənir də. Baxın, burada görsənir. 160 qram mis sulfat, 64 qram mis metal əmələ gətirir. Burada da 16 qram mis metal əmələ gəlsə, demək nə qədər miski sulfat sərf olunur? Təbii ki, 40 qram. İlkin məhlulumuz 240 qram 20%li məhlul olubdur. 240-ın 20%-ni tapanda burada bizə verəcək 48 qram həll olan maddə. Belə çıxır ki, ilkin məhlulda 48 qram həll olan maddəmiz, yəni miski sulfatımız vardı. 48 qramdan sonda 40 qramı sərf olunubsa, demək 8 qram miski sulfat sistemdə artıq vəziyyətdə qalıb. Bizə deyir ki, artıq qalan miski sulfatın kütləsini tap 8 qram, lövhə üzərinə çökən misin kütləsini tap, onda 16 qram və yaxud tapmışda doğru cavab 16 və 8 şəklində vurğuladıq. Keçək ikinci məsələ. Deyir, miski hidroksidin termiki parçalama reaksiyasında maddələrin kütləsinin zamanın asılıq qrafiki verilir. Buna əsasən A və B-ni hesablayın. Deməli, gəlin miski hidroksidin parçalama reaksiyasını yazaq. İkinci məsələni həll edirik. Miski hidroksid parçalanında bilirik ki, miski oksid və miski hidroksid parçalanında kuprumo ilə H2 əmələ gətirəcək. Və biz bilirik ki, burada sıfırda başlayıb yuxarı qalxan əmələ gələn maddələri göstərir. Baxın, fərqli rənglə yazaq. Məsəl üçün, baxın, sıfırda başladı, yuxarı qalxdı. Bax, bu qrafiklərdən biri, daha sərgəli yazaq. Bu, yuxarıya qalxan qrafiklərdən biri miski oksidi, biri isə suyu təmsil edir. İndi biz əmsallaşdırma aparsaq ki, əmsala ehtiyac yoxdur. İndi biz miski oksidlə suyun kütlələrini yazsaq, normal tənliyimizə görə 1 mol miski hidroksid parçalananda 1 mol miski oksid, yəni 80 qram miski oksid və 18 qram da su əmələ gəlir, düzdürmü? Və göründüyü kimi, çox əmələ gələn kütlə miski oksidi, az əmələ gələn kütlə isə suyu təmsil edir. İndi burada çox əmələ gələn 4 qram, deməli miski oksidi təmsil edirsə, az əmələ gələn kütlə A qram isə suyu təmsil edəcək. İndi normalda biz burada görürük ki, 80 qram miski oksid əmələ gələndə 18 qram da su əmələ gəlir. Burada isə 4 qram miski oksid əmələ gəlir. Yəni çox olan kütlə miski oksid təmsil edir. 4 qram miski oksid əmələ gələndə isə A qram su əmələ gələcək. Buradan A-nı tapmaq üçün neyniyərik? Deməli 4 ilə 80 ixtisar gedəcək. Biz buradan A-nı tapacaq. Harca burada qalacaq 20. 18-i 20-yə bölündə 0,9 qram. A-mız bərabər oldu 0,9 qrama. Bəs B nəyə bərabərdir? B burada nəyə göstərir? İlkin götürülmüş maddəmiz B qram olubdur, amma onun 3 qramı, bax görürsünüz, qrafikə göstərir ki, 3 qramı artıq qalıb. Yuxarıda başlayıb aşağı düşən qrafik miski hidroksidi göstərir və normalda biz bilirik ki, 80 qram miski oksid əmələ gələndə reaksiya üçün 1 mol miski hidroksid sərf olunur.
1 mol miski hidroksidin də kütləsi 64 üstə gəlinsin 34 98 olmalıdır. 80 qram miski oksid yarananda 98 qram miski hidroksid sərf olunursa, burada isə 4 qram miski oksid yaranır. 4 qram miski oksid nə qədər miski hidroksidin parçalanmasından yaranar. İndi gəlin buradan parçalanan, sərf olunan miski hidroksidin kütləsini tapaq. 98-i bölərik 20-yə. Deməli 4,9 qram miski hidroksid parçalanıbdır, sərf olunubdur. Miski hidroksidin əvvəlki kütləsi B qram olub, amma prosesdən sonra onun 3 qramı artıq qalıb. Baxın, B-də başladı, qrafik düşdü 3 qrama. Deməli 3 qramı artıq qalıb. 40-40 xət onun artıq qalmış kütləsidir də. B qram götürmüşük, 3 qramımız artıq qalıbsa, deməli B çıxılsın 3 qramımız sərf olunubdur. Bu B çıxılsın 3 qram da sərf olunan kütləni biz 4,9 qram tapdıq da. İndi B çıxılsın 3 qramlıq sərf olunan kütlə 4,9-a bərabərsə, B-miz bərabər olacaq 4,9 da gəlsin 3. 4,9-un da üzərinə 3 gəlsə, 7,9 B-nin kütləsini müəyyənləşdirmiş olduq. Belə birini 0,9, birini də 7,9 şəklində tapdıq. Keçək 3-cü çalışmaya. 3-cü çalışmada bizə deyir ki, duzlardır. Sulfat duzları, sulfit duzları və sulfit və sulfit duzları verilibdir. Kivalentli metalın duzlarıdır. Kivalentli metal X metalı götürək. Sulfat qalığı bilirik ki, SO4-dür. Onda əmələ gələn birləşmə X-imiz də ekivalentlidir. SO4 qalığı da ekivalentli kimi düşünsə, XSO4 maddəsi yaranır. Sulfit duzunda isə sulfit turşusu H2SO3-dür. Onun əmələ gətirdiyi, ekivalentli metalla əmələ gətirdiyi duz XSO3 olacaq. Sulfitdə isə bilirik ki, X ekivalentlidir. Sulfit turşusu H2S-dir. Burada turşu qalığı S-dir. XS maddəsini əmələ gətirəcək. İndi biz bunların kütlələri arasındakı fərqə baxanda sulfatdan sulfitə keçid edəndə bir oksigen azaldı. Baxın, sulfatdan sulfitə keçid elədim. Sulfatda XSO4-dür, sulfitdə isə XSO3-dür. Bunlar arasındakı fərq oksigenin kütləsinə görədir. Yəni, bunlar arasındakı fərq bir oksigenin kütləsinə görədir. Yəni, 16 qram eləyəcək də. Yəni, biri A-dırsa, biri A çıxılsın X-dirsə, A çıxılsın X, təbii ki, 16 qram eləyəcək də kütlə fərqi. Yəni, bunlar arasındakı kütlə fərqi 16 qram eləyəcək. Yəni, buradan X-imiz 16 olub da. Yəni, XSO4-dən 16 qramı çıxsam, XSO3-ü verəcək də. Çünki bir dənə oksigen qədər fərqlənir. O ki, qaldı A ilə A çıxılsın Y arasındakı fərqə. Burada XSO4-dən XS-ə keçid eləyirəm də, düzdürmü? XSO4-dən XS-ə keçid eləyəndə 4 oksigen azalır. Deməli, onlar arasındakı kütlə fərqi 4 oksigenə görə olacaq. 4 oksigen də 64 qramdır. Bax, XSO4-ün kütləsindən 64-ü çıxanda bizə XS-in kütləsini verəcək də. XSO4-dən X, SO4-dən çıxanda 64 mənə XS verəcək. Bax, arasındakı fərq 4 oksigenə görədir də, düzdürmü? Deməli, birində kütlə fərqi 16 qram, birində kütlə fərqi 64 qrama bərabər olacaq. Keçirəm 4-cü çalışmamızın izahına. Deyir, eyni kütləli natrium hidroksid və H-brom arasında baş verən reaksiya zamanı maddələrdən biri tam sərf olunur və 2 mol natrium bromid əmələ gəlir. Gəlin yazaq, natrium hidroksidlə H-brom arasında reaksiya aparsaq, reaksiya zamanı natrium bromid və H2O əmələ gələcək. Reaksiya birin birə nisbətində həyata keçirilir. Göründüyü kimi. Mənə deyir ki, hər ikisi eyni kütlədə götürülüb və 2 mol natrium bromid əmələ gəlibdir. İndi 2 mol natrium bromid əmələ gəlməsi üçün mən 2 mol su əmələ gəlməyini görürəm. Reaksiyaya 2 mol H-brom sərf olunacaq, 2 mol da natrium OH sərf olunacaq. 80 qram natrium OH sərfidir. H-bromun emeri 81-dir. 2 mol H-bromun isə kütləsi 162-yə bərabər olacaq. İndi biz bu maddələrdən hər ikisindən eyni kütlədə götürmüşük deyəndə, yadınıza gəlsə azı çoxa çatdırmaq prinsipindən istifadə edirdik. Yəni, elə düşünürdük ki, hər ikisi eyni kütlədə götürəndə hər ikisini 162 qram götürmüşük. Çünki çox olan 162-dir də, azı çoxa çatdıram. Düşünürəm ki, natrium OH da 162 götürmüşəm, H-brom da 162 götürmüşəm. Onda 162 qram H-bromdan hamısı sərf olunacaq. Amma natrium OH 162 götürsəndə zaten onun 162 qram H-brom ancaq 80 qram natrium OH sərf eləyə bilər də. Bu zaman natrium OH baxmayaraq ki 162 qram götürmüşəm, onun 80 qramı sərf olunacaq və natrium OH-dan nə qədər artıq qalacaq? Deməli, hardasa artıq qalan natrium OH-ın kütləsi 82 olacaq. Yəni, hər ikisini eyni kütləyə çatdıranda, yenə deyirəm, azı çoxa çatdırdıq. Hər ikisini 162 düşünürəm. 162 götürmüşəm, 162. Amma natrium OH 162 götürsəm də 80-i sərf olduğuna görə 82 qram natrium OH artıq qalacaq. Artıq qalan maddə natrium OH kütləsi də 82 qram olacaq. 5-ci çalışma ilə davam edirik. Deyir ki, 1 və 5 nöqtələrində alüminium xlorid və kalium OH məhlulları arasında gedən reaksiya tənliklərini yazın. Aha, baxaq görək sonra nə deyir bizə. Tənliklərini yazın. Heç nə elə, ancaq reaksiya tənliyi soruşur deyəsən. Gəlin baxaq. 1-ci və 5-ci nöqtələrə baxaq. Deməli, 1-ci nöqtəmiz bu nöqtədir. Burada deyir ki, 1 mol alüminium xlorid götür, 1 mol da kalium OH götür, onlar arasında reaksiyanı apar.
Yaxşı, 1 mol alüminium xlorid götürdüm. Üzərinə də 1 mol kalium OH gəldi. Alüminium xloridlə kalium OH arasında reaksiya baş verəndə burada əsasi duz, əsas əmələ gələ bilər və ya ki, normal başqa bir duz əmələ gələ bilər. Gəlin birdən baxaq nə edə bilərik? Elə bir maddə almalıyıq ki, burada əmələ gəlmiş məhsullarda alüminium sayı 1 olsun, xlor sayı 3 olsun, kalium sayı 1 olsun, OH sayı 1 olsun. Yəni belə bir birləşmə ala bilərik. Onda düşünürəm ki, belə deyək də, buradan əsasi duz alsaq, alüminium hidroksoxlorid alsaq, alüminium sayı 1-ə, OH-ın sayı 1-ə, xlorun sayını hələ ki 2-yə tamamlamışam. Qalıb əlimdə bir kalium. Onda bu kalium da yerdə qalan bu xlorla birlikdə kalium xlor maddəsi yarada bilər. Baxın, kaliumun sayı 1, xlorun sayı 3-ə tamamlandı. OH sayı 1, alüminium da sayı 1 oldu. Yəni alüminium hidroksoxlorid və kalium xlorid duzları alına bilər buradan. Yəni sadəcə burada əmsallarla gedirik də. Gəlin bunu 5-ci reaksiyada məsəl üçün göstərək. 5-ci reaksiyada da bizə deyir ki, 5 nöqtəsində deyir də, yəni 5 nöqtəsində deməli 1, 1 və deməli nədir? 5, 2 nöqtələrində. Hə, 5, 2 nöqtələri deyir. Deməli 5, 2. Aha, 5 buranı göstərir. Deməli bax 5 burada göstərir. Burada kalium OH-ımızın mol miqdarını 6 mol veribdir. Deməli cavab olaraq götürəcəyik də bunu 5 nöqtəsinə baxır. 5 nöqtəsində 6 mol kalium hidroksid var. 2 mol da alüminium xlorid var. Deməli mən 2 mol mütləq alüminium xlorid götürməliyəm. 6 mol da kalium OH götürməliyəm. İndi burada 2, 6, 1-in 3-ə nisbətidir. Yəni buradan ixtisar aparıb 1 bölünsün 3 də yaza bilərsiniz. Yəni problem yoxdur. Yəni nə olsun 2, 6 yazıbdır. 2, 6 ixtisar gedib 1-in 3-ə əmələ gətirə bilir də. Ona görə də mən buna 1 mol alüminium xlorid, 3 mol da kalium OH deyə bilərəm. Aha, indi gəlin görək burada nə əmələ gələcək. Burada baxaq görək nə ola bilər. Burada əslində OH sayı 3-dür, kalium sayı da 3-dür. Deməli, xlorun da sayı 3-dür. Onda mən düşünürəm ki, 3 mol kalium xlorid yaratsam, həm kaliumu, həm də xloru 3-ə tamamlayaram. Alüminium sayı zaten 1-dir. OH sayının da 3 olduğuna görə elə normal alüminium hidroksidlə kalium xlorid yaradıb reaksiya tənliyini tamamlaya bilərəm. Çünki kalium sayı burada 3-ə tamamlandı, xlor da 3-ə tamamlandı, alüminium hidroksid də yarandı. Yəni, burada sırf əmsallarla gedəcək də və əmsalları dəyişmək olmaz. Düz ixtisar apara bilərik. Yenə deyirəm 6 ilə 2-də ixtisar aparıb 1-3 yazdım. Problem yoxdur burada. Sadəcə olaraq reaksiya məhsulu, yəni əmsalları konkretləşdirəndən sonra reaksiya məhsullarını həmin əmsallara görə müəyyənləşdirirsiniz. Yəni məntiqdən tapırsınız ki, nələr yarana bilərdi. 6-cı məsələ ilə davam edirik. Deyir ki, 1 və 3-cü qablarda baş verən reaksiya tənliklərini yazın. Aha. Deməli, bu birinci qabdır. Birinci qabda sink sulfatla natrium OH arasında reaksiyanı veribdir. Sink sulfat duzdur, natrium OH da əsasdır. Sink sulfatla natrium OH arasında reaksiya baş verə bilər. Çünki duzla əsas arasında reaksiya baş verə bilir. Nə zaman? Solda çöküntü olmasın, sağda çöküntü, qaz və ya su əmələ gəlsin. Solda çöküntümüz yoxdur, problem yoxdur. Sağda da sink hidroksid çöküntüsü yaranır. Deməli, sink hidroksid çöküntüsü yarandığına görə reaksiyanın baş vermək üçün əlavə əlverişli şərait mövcuddur. Buradan sink hidroksid çöküntüsü yaranacaq. Bir də ki, natrium sulfat yaranacaq. Natrium 2SO4. Aha, əmsallaşdırmaq istəsək, natrium OH-ın qarşısına 2 əmsal düşəcək. Natrium 2SO4 yarandığına görə natrium sayı 2-yə tamamladıq. SO4 sayı 1, sink OH. OH sayı 2-dir, sink də 1-dir. Deməli, əmsalımız tamamlanıbdır. Əla. Sonra deyir ki, bu əmələ gəlmiş maddələr var, sink hidroksidi, natrium sulfat. Bunlar deyir, gəlib 2-ci qabda və 3-cü qabda reaksiyalarını aparıblar. 2-ci qaba natrium OH əlavə ediblər, 3-cü qaba da H-xlor əlavə ediblər. İndi biz bilirik ki, deməli, belə deyək də, natrium sulfat nə natrium OH-la, nə də H-xlorla reaksiya daxil ola bilməyəcək. Çünki bu belə deyək də, ikinci qaba tökülmüş maddələr var, sink hidroksid, natrium sulfat. Bunlar deyir gəlib, ikinci, üçüncü qabda reaksiya daxil olar. Amma natrium OH təbii ki, buradan əmələ gəlmiş natrium 2SO4-lə reaksiya daxil ola bilməyəcək. Niyə daxil ola bilməyəcək? Çünki bu duzla əsas arasında reaksiyadır, yenə deyirəm. Solda çöküntü yoxdur, əla, burada reaksiyanın baş verməsi üçün şərait var. Amma sağda reaksiya baş versəydi, nə yarana bilərdi? Natrium OH, natrium sulfat yenə də. Bunlar da heç birisi nə çöküntü deyil, nə qaz deyil, nə də su deyil. Ona görə natrium OH, natrium sulfatla getməyəcək. Və yaxud da ki, mənə verib natrium 2SO4, üzərinə H-xlor gəlmək istəyirəm. Reaksiya baş verməyəcək. Səbəb nədir? Çünki xlorid turşu sulfatdan zəif turşudur. O gəlib necə çıxarsın onun duzundan? Ona görə də burada da reaksiya baş verməyəcək. Əlimizdə qalır bir dənə sink hidroksid. Sink hidroksid həm ikinci qabda, həm də üçüncü qabda reaksiya gedəcək. Niyə? Çünki sink hidroksid amfiter əsasdır. Amfiter əsaslar həm qələblərlə, həm də turşularla reaksiya daxil ola bilirlər. O zaman mən sink OH2 götürürəm. Üzərinə gəlirəm natrium OH.
Aha, sink hidroksidlə natrium OH arasında reaksiya baş verəcək. Buradan natrium sinkat və su əmələ gələcək. Reaksiya məhsulunu yazıram. Natrium sinkat, natrium 2, sink, O2, natrium sinkat yaranacaq. Bir də su maddəsi yaranacaq. Aha. Bir də üçüncü qabda da həmçinin sink hidroksid amfoter əsaslı H-xlorla reaksiya girəcək. Sink xlorid və su maddəsi yaradacaq. Buradan da reaksiya məhsulumuz sink xlor 2 üstəgəl H2O olacaq. Belə 6 da bitəndən sonra keçək 7-ci çalışmamızın izahına. Deyir ki, burada deməli tərəzi tarazlıqdadır. Birinci qabda baş verən reaksiya tənliyini yazın və əmsallaşdırın. Tərəzi tarazlıqdadır. Yəni əvvəlcə hər iki qabda eyni qədər H-xlor verilibdir. Sonra qabın içərisinə dəmir əlavə ediblər. 28 qram dəmir əlavə ediblər. Deyir bu reaksiyanı yazın, əmsallaşdırın, yazaq. Bilirik ki, dəmir H-xlorla reaksiya daxil ola bilər. Çünki dəmir hidrogendən solda yerləşir və hidrogeni sıxışdırıb çıxartmaq qabiliyyətinə malikdir. Dəmir 2 xlorid və hidrogen yaranacaq. H2 qaz ayrılacaq. Buradan da H-xlorun qarşısına kəmsal yazacaq. İndi sonra deyir ki, tarazlığın pozulması üçün ikinci qaba nə qədər ferrum oksid əlavə etmək lazımdır. Dəmir 2 oksid əlavə etmək lazımdır. İndi biz bilirik ki, sistemə 28 qram dəmir əlavə eləmişik. 28 qram dəmir, gəlin görək nə qədər hidrogen qazı ayıracaq. Elə bir ağzı açıq qab tutalım ki, və burada mən dəmiri əlavə elədim sistemə. Deyirəm nə gözəl, kütlə 28 qram artdı, amma qabın kütləsi 28 qram artmayacaq. Buradan bir qədər azalma da müşahidə olunacaq. Necə azalma müşahidə olunacaq? Gəlin ona baxaq. Normalda mən sistemə 56 qram dəmir əlavə eləsəm, 2 qram hidrogen qazı uçar gedər havaya. Çünki reaksiya zamanı 1 mol H2, yəni 2 qram hidrogen qazı ayrılır ki, bu uçur gedir havaya. Burada isə deyir 28 qram dəmir sistemə daxil olub. 28 qram dəmir bəs gəlin görək nə qədər azalma yaradacaq. Bu da yəni buradan 56 2 qram azalma yaradırsa 28-in x qədər azalma yaradacaq. Buradan x-imiz bərabər olacaq 1 qrama. Deməli mən sistemə 28 qram dəmir əlavə elədim. Sevinirəm, nə gözəl. Sol tərəfdəki qabın kütləsi 28 qram artdı, amma baxıram ki, yox. 1 qram hidrogen ayrıldı. Axı həmin ayrılan hidrogen qabın kütləsini 1 qram azaldacaq. Qabın kütləsi əvvəlcə 28 qram artır, sonra 1 qram azalır. Qabın kütləsi ümumilikdə 27 qram artmış olur. Soldakı qabım 27 qram artdısa, onda mən sağdakı qabı da 27 qram artırmaq istəyirəm. Bunun üçün sağdakı qaba 27 qram ferrum oksid əlavə edirəm. Çünki ferrum oksid H-xlorla reaksiya girib ferrum xlor 2 H2O yaradacaq və orada heç bir qaz əmələ gəlməyəcək ki, deyək ki, nəsə qaz da uçdu, getdi, azaldı. Orada elə nə qədər ferrum oksid töksək sistemə, qabın kütləsi bir o qədər artacaq. Deməli mən sol tərəfdəki artımı 27 qram görəmsə, sağda da ferrumonu 27 qram əlavə etməliyəm ki, tərəzi yenidən tarazlıq halına gəlsin. Belə. Ona görə də cavabı burada 27 qram kimi vurğuladıq. 8-ci çalışmaya baxaq. Deyir ki, termiki parçalanan maddə maqnezium karbonatdır. Reaksiyadan alınan maddələrin kütləsini veribdir. Reaksiya tənliyini yazın və EM hesablayın. Gəlin yazaq reaksiya tənliyini. Maqnezium karbonat bilirsiniz ki, parçalananda maqnezium oksid və karbon qaz əmələ gətirəcək. Gəlin yazaq. Maqnezium karbonat parçalandı. Maqnezium oksid və karbon qaz əmələ gətirdi. Deyir ki, əmələ gələn karbon qazı ilə maqnezium oksidin kütləsi arasındakı fərq 8 qramdır. Normalda baxın, deyir maqnezium oksidimiz M çıxılsın 8-dirsə, karbon qazımız M qramdır da. Lap yazaq istəyirsiniz. Buna M çıxılsın 8 qram verib, buna da M qram verib. Mən məsəl üçün azalma ilə hesablasam, baxaram görürəm karbon qazı 1 mol əmələ gələndə, yəni 44 qram karbon qazı əmələ gələndə, karbon qazının kütləsi 44 olur, maqnezium oksidinin də kütləsi nə qədər olur? 24-16 40 qram olur. Yəni əmələ gələn karbon qazı, yəni 1 mol əmələ gəlsə, 44 qramlıq karbon qazı əmələ gəlir. 1 mol da maqnezium oksid əmələ gəlsə, bu da 40 qram əmələ gəlir də. 44 ilə 40 arasındakı fərq kütlə fərqi 4 qramdır. Kütlə fərqi 4 qram olanda reaksiya zamanı əmələ gələn karbon qazı 44 qram olur. Burada isə kütlə fərqi 8 qramdır. Çünki biri M-dir, biri M çıxılsın 8-dir. Yəni biri digərindən 8 qram azdır. Normalda biri digərindən 8 qram az olanda, yəni maqnezium oksid karbon qazdan, daha doğrusu üzr istəyirəm, 4 qram az olanda, normalda yəni maqnezium oksidlə karbon qazının kütləsi fərqi, yəni 44 çıxılsın 44 qram olanda, burada 44 qram karbon qazı yaranırdı. Və 8 qram fərqdə nə qədər karbon qaz yaranacaq? M qram yazaqlar. Burada M qram yazmışıq da karbon qazını. M qram karbon qazı əmələ gəlir. Buradan M-imiz bərabərdir 88-ə. Bizdən də M soruşurdu. M-imiz 88-ə bərabərdir. Ya da belə də yaza bilərsiniz ki, M çıxılsın 8-im M qədər karbon qazından yaranırsa, 40 qram maqnezium oksid də 44 qram karbon qazından yaranacaq. Buradan da tənliyi həll edib yaza bilərsiniz. Bax, bunlar ixtisar gedir. 40 ilə 44 ixtisar gedir. Gəlin, istəyirsiniz o tənliyi də həll eləyək. O məncə daha rahat olar bəlkə də sizə. 44-ü 40-a böləndə elədi 1,1. 1,1-i M-ə vurduq. 1,1 M çıxılsın. Burada biraz hesablama uşaqlar imtahana gedəndə çətin ola bilər. Digəri məntiqi yolla daha rahat hesablanır məncə.
Bu bərabər olacaq m-ə. Buradan m-imiz bərabər olacaq 88-ə. Yəni buradan da m-in 88 olduğunu rahat hesablaya bilərsiniz. Digər yol da məntiqi yoldur. Sizə hansı daha rahatdır? Ondan istifadə edin. Növbəti 9-cu çalışma ilə izahımıza davam edirik. 9-da deyir ki, miski oksidlə amonyak arasında reaksiya baş veribdir və reaksiya zamanı azot qazı ayrılıb. Zaten bunu biz də bilirik ki, miski oksid amonyakla reaksiya girəndə azotun alma reaksiyasında mis, azot və su maddəsi əmələ gəlir. Kuprum, N2, azot qazı və su H2O əmələ gəlir. Deyir, reaksiya tənliyini yazın, əmsallaşdırın. Əmsallaşdırma məncə balans qursaq daha yaxşı olar. Çünki mis burada müsbət 2 oksidləşmə dərəcəsində mis 0-a keçib. Yazıram mis müsbət 2-dən mis 0-a keçib, üstə gəlsin 2 elektron. Azot da burada mənfi 3-dən azot gəlib 0-a, çıxılsın 3 elektron. Mis üçün indeks soldan götürülüb, əmsal da sola yazacaq. Çünki sağda da solda da müsait bir oksidləşmə dərəcəsi var. Azot üçün indeks soldan, əmsal da sola. Yenə də deyirəm, azot üçün də sağda da solda da bir oksidləşmə dərəcəsi var. Burada 2, 3, yerlər dəyişdi 3-2 şəklində. İndi nə edirik biz? Deməli, soldakı kuprumun qarşısına 3 əmsal düşəcək. Soldakı azotun qarşısına 2 əmsal düşəcək. Onda kupruma da 3 yazsaq. Azot 2-yə tamamlandı zaten. Oksigenimiz 3 olmaq üçün H2-yə 3 yazarıq. O zaman hidrogenimiz də həm sağda, həm də solda 6-ya tamamlandı. Əmsal tamamlanmış vəziyyətdədir. Deyir, reaksiya tənliyini yazın və əmsallaşdırın. Bərk qalığın kütləsi 96 qram azalıbsa. Yəni, bərk qalığın kütləsi deyəndə biz burada misə görə baxırıq. Niyə? Çünki soldakı bərk maddəmiz miski oksiddir, sağdakı bərk maddəmiz misdir. Solda 3 mol kuprumodan sağda 3 mol kuprum əmələ gələndə kütlə fərqi 3 mol oksigenə görədir. Baxın, solda 3 mol kuprumu, sağda da 3 mol kuprum əmələ gəlib. Düzdürmü? Bərk maddənin kütləsi soldan sağa keçdiyində 3 mol oksigenin kütləsi qədər azalıbdır. Çünki 3 o solda var, sağda isə yoxdur bərk maddənin içərisində. Bu da 48 qram azalma eləyir də, düzdürmü? 48 qram azalma zamanı deməli, bərk qalığın 96 qram azalması x hesablayın. X-imiz nədir? Azot qazının kütləsidir də. Burada 48 qram azalma olanda 1 mol azot qazı əmələ gəlir. Yəni 28 qram azot qazı əmələ gəlir. Normalda reaksiya tənliyinə görə 48 qram azalmada 28 qram azot qazı yaranırsa, burada isə 96 qram azalmadır. 96 qram azalmada neçə qram azot qazı əmələ gələcək? Təbii ki, 56 qram azot qazı əmələ gələcək. Doğru cavab x üçün 56 olacaq. 10-cu çalışma ilə davam edirik. Burada da bizə verib deməli qab. Qabın içində kalium xlorid duzu var. Kalium xlorid duzunun deməli belə deyək də içərisinə sulfat turşusu töküblər. Damcı-damcı görürsünüz, bax buradan göstərilir. Tökülüb içərisinə sulfat turşusu. Kalium xlorla sulfat turşusu arasında reaksiya baş verər. Kalsium sulfatla H-xlor əmələ gələr. H-xlor da əmələ gələn H-xlor da gəlib bax burada toplanıbdır. İndi bizə nə deyir? Gəlin bir baxaq. Deyir ki, onda nə deyir? Dəqiqə baxaq, mənə bu hissələrə pozaq. Deyir, reaksiya normal duz alınarsa, reaksiya tənliyini yazın, əmsallaşdırın, M-i hesablayın. Reaksiya tənliyini deyir, yazıb əmsallaşdırarsınız, sonra da deyir ki, M-i hesaplayarsınız. Reaksiyadan deyir, normal, nə deyir? Reaksiyadan normal duz alınarsa, reaksiya tənliyini yazın, əmsallaşdırın. Reaksiyadan normal duz əmələ gəlirsə, onda kalium sulfat əmələ gələni demək istəyir də. Düzdürmü? Kalium 2SO4 alınan duzu demək istəyir. Onda gəlin biz reaksiya tənliyini yazaq, buradan əmsallaşdıraq. Burada qabın içində kalium xlorid duzu var. Üzərinə M-75 qram sulfat turşusu əlavə olunub. Reaksiyadan M qram H-xlor əmələ gəlib və deyir ki, reaksiya tənliyini yazıb əmsallaşdırın, M-i müəyyənləşdirin. Reaksiya zamanı deyir, normal duz əmələ gəlir. Deməli, kalium xloridin üzərinə H2SO4 gəlirik. Reaksiya zamanı normal duz kalium 2SO4 əmələ gəlir. Bir də H-xlor yaranır. Əmsallaşdırsaq, burada kalium xlorun qarşısına 2, H-xlorun qarşısına 2 əmsal yazılacaq. İndi bizə deyir ki, M üstəgəl 75 qram H2SO4 reaksiya üçün sərf olunub və reaksiyadan M qram H-xlor yaranıbdır. M üstəgəl 75 H2SO4 M qədər H-xlor yaradır. Normalda isə biz bilirik ki, 98 qram H2SO4 36,5-i 2-yə vuranda 73 qram H-xlor yaradacaq. İndi buradan tənliyi həll edək. Çarpaz vursaq, yəni yazırıq ki, 98 H2SO4 73 qram H-xlor yaradırsa, M üstəgəl 75-im də M qram yaradacaq. Buradan 73 M üstə gəlinsin. 72 vuraq 75-ə. Deməli, 73-ü. Əslində bunu azalma ilə də gedə bilər. O daha rahat yoldur məncə. Amma bu səfər bu yoldan getdik. 5475 bərabər olacaq. Daha doğrusu 73 M üstəgəl 5475 bərabərdir 98 M-ə. Buradan 98-dən 73 çıxaq. 98-dən çıxsaq 73 bizə verəcək 25 M. Deməli, M-i də tapmaq üçün 5475-i bölər 25-ə. M-imiz bərabər olacaq 219-a. Bizdən də zaten M-in kütləsini soruşurdu belə. 10-cu çalışmanda bax bu şəkildə həll eləmiş olduq.
Keçək 11-ci çalışmaya. 11-ci çalışmada da yenə bizə verib kalium nitrat. Bu səfər üzərinə sülfat turşusu əlavə eləmişik. M qramlıq kalium nitrata M çıxılsın 9 sülfat turşusu əlavə eləmişik və deyir reaksiya turş duzu əmələ gəlir. Bu səfər turş duzu yazacağıq. Kalium nitrat H2SO4 ilə reaksiyaya girir. Turş duz deyəndə kalium hidrosulfat yaranacaq da hidroduz yaranır turş duz. Kalium hidrosulfat yaranacaq və təbii ki, əmələ gələcək deməli HNO3 əlavə olaraq bir turşu da yaranacaq da nitrat turşusu. Əmsallaşmağa məncə gərək yoxdur. Əmsal tamamlanıbdır. Və bizə deyir ki, reaksiya üçün M qram kalium nitrat götürülübdür və reaksiyaya M çıxılsın 9 qram sülfat turşusu sərf olunub. Reaksiya təlini yazıb əmsallaşdırıb. İndi M hesablayaq. Kalium NO üçün M-ni hesablasaq, NO3 qalığımız 62-dir. Bilirik ki, kalium da 39-dur. Bu olacaq 101 qram. 101 qramın 98 qram sülfat turşusu sərf edir. H2SO4-ün M-i 98-dir. M-im də M çıxılsın 9. Burada yenə deyirəm, əslində mən çox vaxtı azalmaya görə gedirəm. İndi burada lap olsun belə tənlikdə qura bilərik. Buradan 98 M-imiz bərabər olacaq 101 M çıxılsın. 9-u da vururuq 101-ə, eləyir 909. Bunlar arasındakı fərqə baxanda 101-dən 98 çıxanda eləyəcək 100. 903-ü də böləndə 3-ə M-imiz bərabər olacaq 303 qrama. Ya da mən qısa necə eləyirəm? Kalium nitratla H2SO4-ün kütləsi fərqi 3 qramdır. 3 qram kütlə fərqi olanda əgər 101 qram kalium nitrat sərf olunursa, burada da kütlə fərqi 9 qramda M-dən M çıxılsın 9-a gəlir. 9 qramda isə nə qədər kalium nitrat M qədər yazaq da lap M qədər kalium nitrat əmələ gələcək. Buradan M-imiz bərabər olacaq 300 3-dən 9 ixtisar getdi, 303-ə bərabər. 303-ü burada da belə tapa bilərsiniz. Yəni sizə necə rahatdır, mən 2 cürə yolunu dedim. Belə. 11 də bitəndən sonra keçək 12-ci çalışmamızın izahına. Çalışmanın izahımıza davam edirik. 12-də deyir ki, artıqlamasına götürülmüş natrium hidroksid məhluluna alüminium əlavə olunub. Deməli, natrium OH məhluludur. Natrium OH-ın suda məhluludur. Üzərinə gəlmişik alüminium, daha sərgəli yazaq. Natrium OH məhluludur. Üzərinə gəlirik alüminium. Bilirik ki, reaksiya zamanı natrium alüminat əmələ gələcək. Natrium alüminium O2 üstə gəlinsin H2 əmələ gələcək. Əmsallaşdırsaq, burada solda 3 hidrogen görürük. Oksigen, natrium, alüminium hamısı tamamdır. Burada deməli solda 3 hidrogen görürük. Sağa 1,5 mol H2 yaza bilərəm. Düzdür, bu tam əmsallaşma deyil. Əmsallaşma tələb edəndə bunları 2 dəfə artıraq. 2 mol natrium OH, 2 mol su, 2 mol alüminium, 2 mol natrium, alüminium O2, 3 mol da hidrogen yazarıq. Tam əmsallaşma aparsaq. Amma məsələ rahat həll eləmək üçün, əgər əmsallaşma tələb eləmirsə, 1,5 H2 də yaza bilərsiniz. Amma eyb yox, gəlin biz belə yazaq, əlimiz belə örgəşsin. Deyir ki, bu zaman qabın kütləsi 4 qram artıb. İndi belə deyək də, natrium hidroksid məhlulu oturub yerində qabın içərisində sistemə əlavə olunan alüminium gəlib məhlulun kütləsini artırmalıdır. Çünki qabın içində natrium hidroksid məhlulu var. Mən sistemə kənardan alüminium əlavə elədimsə, deməli sistemə əlavə olunan alüminium məhlulun kütləsini artırır da. Çünki gəlib alüminium reaksiya daxil olur, məhlulun kütləsini artırır. Və mən görürəm ki, normalda 2 mol alüminium, yəni 2 vurulsun 27 qram alüminium sistemə daxil olur. Amma reaksiya zamanı 3 mol hidrogen qazı uçur gedir havaya. Yəni reaksiya zamanı 3 mol hidrogen qazı ayrılır. 3 mol hidrogen qazı da 6 qram deməkdir də. Deməli 2 vurulsun 27 qram alüminium sistemə daxil olub 6 qram hidrogen çıxanda məhlulun ümumi kütləsi 54-dən 6 çıxsaq nə qədər artmış olacaq? 54-dən deməli belə deyək də 54-dən bir dəqiqə 54 çıxılsın 6. Aha, sistemin kütləsi 48 qram artmış olur, düzdürmü? Yəni 48 qram normalda artım müşahidə olunmalıdır. Burada amma burada deyir ki, 4 qram artım müşahidə olunubdur. Deyir qaba neçə əlavə edilmiş alüminium qramla kütləsini tap. İndi qaba əgər 54 qram alüminium əlavə eləsək, görürük ki, artım 48 qram olur da, düzdürmü? 54 qram alüminium 48 qramlıq artımın yaranmasına səbəb olursa, görəsən neçə qram alüminium 4 qramlıq artımın yaranmasına səbəb olar. Buradan tənliyi həll eləyək, 4 ilə 48-i ixtisar eləyək. Sonra 54-də bölək, bu ixtisar elədiyimizdə 48-i 4-ə böləndə 12, 54-ü də bölək 12-yə, eləcə 4,5 qram. Deməli, reaksiya daxil olmuş alüminiumun kütləsi 4,5 qrama bərabər olacaq. Sonra deyir ki, alınmış hidrogen həcmini tap. İndi yenə də hidrogeni necə taparıq? Normalda görürük ki, 48 qram artım olanda 3 mol hidrogen qazı ayrılır. Yazırıq 48 qram artımda 3 mol hidrogen qazı ayrılır. O zaman burada isə nə qədər artım idi? 4 qram artımdır. 4 qram artımda neçə mol hidrogen qazı ayrılacaq? Buradan 12-ni verəcək 48-ə. Bu da bizə verəcək 0,25 mol. Deməli, reaksiya zamanı əmələ gələn hidrogen 0,25 moldur. Bunu da litrə çevirsək 0,25-i vuraram 22,4-ə 5,6 litr hidrogen qazı eləyəcək. Deməli, ikinci sualda cavabını 5,6 şəklində cavablandırmış olduq. Sonra keçirik 13-cü çalışmanın izahına. Deyir ki, kalium hidroksid H3PO4 ilə reaksiya daxil olur.
Və buradan X maddəsi əmələ gəlir. X də kalium OH H3PO4 nəsə reaksiyalar yazıb. Deyir ikinci reaksiya baş vermirsə. İkinci reaksiya baş vermirsə biz bilirik ki, kalium OH ilə H3PO4-ün reaksiyasından hansı duzlar yarana bilər? Bir normal duz yarana bilər, kalium 3PO4. Bir turş duz, hidroduz yarana bilər, kalium 2HPO4, kalium hidro artı fosfat. Bir də kalium dihidro artı fosfat yarana bilər. Dihidroduzda isə kalium H2PO4 yazacaq da, düzdür? Dihidro, yəni hidrogen sayı 2 olacaq dihidroduzda. 3 cürə belə bir duz yarana bilər və biz bilirik ki, H3PO4 ilə reaksiyaya daxil ola bilməyən kalium dihidro artı fosfatdır. Niyə? Çünki kaliumun artı fosfat turşusundan əmələ gətirdiyi duzlarda dihidroya qədər yeri var. İndi mən bu H2PO4-ün üzərinə təzədən H3PO4 necə gəlir? Bunun yeri yoxdur. H2 ilə tamamlanıbdır. Təzədən H3PO4 əlavə eləsəm, onda kalium H3PO4 yaranmalıdır. Olmur axı, bu hidrogen 2-yə qədər yeri var da, kalium dihidro artı fosfata qədər yeri var. Məsəl üçün kalium 3PO4-də kalium OH-la əslində reaksiya girə bilmir. Niyə? Çünki kalium 3-ə tamamlanıb, bundan artıq yeri yoxdur da, təzədən gəlib kaliumu hara birləşdirim? Yəni, turş duzların dihidroya qədər yeri var. H2 bunun artıq pik nöqtəsidir. Bundan sonra təzədən H3PO4 ilə reaksiya girə bilmir. Normal duzların isə kalium OH-la reaksiyada daxil olmaq qabiliyyəti yoxdur. Çünki kaliumun 3-ə qədər yeri vardır və daha əlavə kalium OH birləşdirə bilmir. Kalium 2HPO4 isə rahatdır. Həm kalium OH-dan, həm də H3PO4-dən gedə bilər. Deməli, kalium 3PO4 kalium OH-dan gedə bilməz. Amma H3PO4-dən gedə bilər. Hidro və dihidroduz yarada bilər. Kalium 2HPO4 hər ikisindən gedəcək. Həm kalium OH-dan gedib kalium 3PO4-ə çevrilə bilər, həm də H3PO4-lə reaksiya girib dihidroduz yarada bilər. Kalium dihidroduzu isə kalium dihidro artı fosfat isə kalium OH-la gedə bilər, çünki kaliumun 3-ə qədər yeri var da, hələ gəlib kalium birləşdirə bilər. Amma H3PO4-la gedə bilməyəcək. Yəni H3PO4-la reaksiyası mümkün deyil. İndi bizə deyir ki, ikinci reaksiya baş vermir. Yəni H3PO4-la gedə bilmir. Əgər X H3PO4-la gedə bilmirsə, deməli X-imiz kalium H2PO4 olub ki, gəlib o H3PO4-la gedə bilməyib də. X-i tapdıq. X-in deyir adını tap. X-imiz kalium dihidro artı fosfat olacaq. Bunu tapdıq, müəyyənləşdirdik. Kalium dihidro artı fosfat. Daha sonra deyir ki, 49 qram artı fosfat turşusundan alınan X-in qramla kütləsini tap. Deməli, kalium OH, deməli H3PO4 ilə reaksiya girəndə dihidroduz yaranıbsa, o zaman deməli əmələ gəlib nə? Kalium H2, çünki X maddəsi kalium H2PO4 daxil. Kalium dihidro artı fosfat üstə gəlinsin H2O yaranacaq, düzdürmü? Və bizə deyir ki, 49 qram artı fosfat turşusundan alınan. Normalda biz bilirik ki, 98 qram H3PO4-dən əmələ gələn X deyəndə kalium dihidro artı fosfat nəzərdə tutulur da. Əmələ gələn duzumuz, yəni kalium dihidro artı fosfatın kütləsi deyimdə neçədir? 97 üzərinə 39 gələk, o bir dənə hesablayaq müəllimlər. 97 üstə gəliniz 39. Aha, 136 qram kalium dihidro artı fosfat yaranırsa, deyir, bəs 49 qramdan nə qədər yaranacaq? Bunları ixtisar aparsaq, 2 dəfə azalırdı. X-imiz bərabərdir 136 bölünsün 2. 136-nı da 2-yə böləndə mənə verəcək 68 qram. Deməli, 68 qram X duzu nədir? Yaranacaq. Birinci sualın cavabını 68 olaraq tapdıq. 8-i tapdıq. 68-dən sonra keçək ikinci sualın cavabına. İkinci sualda deyir ki, 0,5 mol X-dən 1 mol kalium OH-ın reaksiyasına apar. X maddəmiz oldu kalium dihidro artı fosfat. Kalium dihidro artı fosfatın deyir üzərinə kalium OH gələr. Kalium dihidro artı fosfatı deyir 0,5 mol götür, digərini 1 mol götür. 0,5-in 1-ə nisbəti 1-in 2-yə nisbət deməkdir. Elə bilmə bunları ixtisar aparsam 0,5-ə. Buradan 1 nisbət, buradan da 2 nisbət götürməliyəm də. Yəni 1-in 2-yə nisbəti, nisbət olaraq 1-in 2-yə nisbəti götürməliyəm. 1-in 2-yə nisbəti götürəcəmsə, onda belə deyək də, bundan 1 mol götürsəm, bundan 2 mol götürüb deyir reaksiya aparmalısan. Onda deyir buradan əmələ gələn duzun formulu hansı duz olar? İndi baxaq. 1 mol kalium dihidro artı fosfat 2 mol kalium OH-la gedəndə buradakı 2 mol OH 2 mol OH. 2 mol H-ı götürəcək. 2 mol HOH. 2 mol su yaranacaq. Bu OH getdi. Burada da 2 dənə H getdi. Əlimizdə burada nə qaldı? 1 kalium. Buradakı 2 kaliumla birləşəcək. Kalium 3 yaradacaq. Bir də PO4. Əmələ gələcək kalium artı fosfat. Əmələ gələn duzumuzun formulu kalium 3PO4-dür. Yenə deyirəm, buradakı 0,5 ilə 1 sizi çaşdırmasın. Sadəcə nisbət deməkdir ki, hansı nisbətdə qarışdır. X-imiz 0,5 götürəndə, kalium OH-ı 1 götürəndə, burada mən 1-in 2-yə nisbəti götürməliyəm də. Yəni, mən duzun formulunu tapmalıyamsa kalium 3PO4. Əmələ gələn duzun formulu kalium 3PO4-dür. Amma neçə mol əmələ gəlib desə, deyəcəksə 0,5 mol əmələ gəlibdir. Çünki 1 mol kalium dihidro artı fosfat, yəni 1 mol X duzu 1 mol kalium 3PO4 yaradırsa, 0,5 molda 0,5 mol duz yaradar. Əmələ gələn duzumuz söz yox, 0,5 molda. Sadəcə olaraq formulun soruşduğuna görə mən kalium 3PO4 əmələ gəldiyini xüsusi olaraq vurğuladım. 12-də tapdıq. Keçirik növbəti 14-cü çalışmamızın izahına. 14-də deyir ki, miski oksidin
deməli, hidrogenlə tam reduksiyası zamanı bərk maddənin kütləsinin dəyişməsi qrafiki göstərilib. Kuprum O, üzərindən gəlmiş hidrogen, reaksiya zamanı kuprum və su əmələ gəlibdir. Göründüyü kimi kuprum O-dan kupruma keçid eləyəndə bərk maddənin kütləsi, kuprum O-nun kütləsi 80-dir, kuprumunki isə 64-dür. 80-dən 64-ə keçid eləyəndə bərk maddənin kütləsi göründüyü kimi normalda 16 qram azalır. Burada isə 54 qram bərk maddə olub, sonda 50 qram bərk maddəmiz qalıb. 54-dən 50-ni çıxanda bizə verəcək 4 qram azalma. Deməli, burada 4 qram azalma müşahidə olunubdur. Normalda biz görürük ki, 16 qram azalma müşahidə olunur. 16 qram azalma zamanı nə qədər mis maddəsi yaranır? 64 qram mis maddəsi yaranır. Bax, yuxarıda görürük də, düzdür müəllimlər? Baxın, 80 qram mis oksiddən 64 qram mis əmələ gəldikdə bərk maddənin kütləsi 16 qram azalır və 16 qram azalma zamanı biz 1 mol, yəni 64 qram mis əmələ gəldiyini görürük. 16 qram azalmada 64 qram mis metalı yaranırsa, burada isə 4 qram azalma var. 4 qram azalmada nə qədər mis bəsit maddəsi yaranacaq? Buradan 64-ü 4-ə bölsək 16 qram mis bəsit maddəsi yaranacaq. Deməli, 16 qram mis yaranır. Son bərk maddəmiz 50 qramdır. Çünki 40-40 xət burada bərk maddənin son kütləsinin 50 qram olduğunu göstərir. Yəni, alınan bərk qalığımız 50 qramdır. İndi alınan bərk qalığımız 50 qramdır və burada 16 qram mis bəsit maddəsi yaranıbsa, alınan qalıqda mis bəsit maddəsinin kütlə payını hesablasaq, omega bərabər olacaq 16 bölünsün 50 vurulsun 100, ixtisar aparsaq 32% olacaq. Düzdürmü? Aha, 32% mis bəsit maddəsi var. Alınan suyun kütləsində tap deyəndə, yenə deyirəm, baxın, 80-dən 64-ə gələndə 16 qram azalma olur və 16 qram azalma zamanı 1 mol, yəni 18 qram su maddəsi yaranır burada. 4 qram azalmada neçə qram su maddəsi yaranacaq? Bu zaman 18-i bölərəm 4-ə. 18-i də 4-ə böləndə, yəqin ki, 4,5 eləyir, eləmi? 4,5 qram nədir? Su maddəsi yaranacaq. Doğru cavab 4,5 oldu. 14-dən sonra keçirəm 15-ci çalışmaya. Deyir, eyni mol sayda dəmir hidroksid ilə nitrat turşusu arasında baş verən reaksiyadan alınan duzun adını yazın. Aha, eyni mol miqdarda, deməli, dəmir 3 hidroksid götürmüşəm, ferrum OH3, deyək ki, 1 mol götürmüşəm, üzərinə də 1 mol HNO3 gəlməliyəm. Yenə deyirəm, bu məsələlərdə əmsal bizim ən önəmli göstəricimizdir. Deməli, biz elə bir duz almalıyıq ki, həmən duzun tərkibində dəmirin də sayı 1 olsun, NO3 qalığın da sayı 1 olsun. Ancaq bu belə ola bilər də, ferrum OH2, NO3 ola bilər. Başqa nə ola bilər ki? Dəmir də 1 olsun, NO3 qalığı da 1 olsun. Əmələ gəldi ferrum OH2, NO3 və bu zaman belə deyək də 2 dənə OH qalıb. Deməli, belə çıxır ki, bu əsasın tərkibindəki 3 dənə OH-dan ikisi qalıbsa, bir dənəsi bu 1H-dan reaksiya sərf olubdur. Bir dənə OH 1H-dan 1 molda H2O maddəsi yaradıb. Əmələ gələn maddə olacaq, deməli, dəmir 3 dihidroksonitrat. Niyə dəmir 3 dihidroksonitrat dedim? Dəmir 3 variantlidir, mütləq variantli qeyd olunmalıdır. Duzun tərkibində OH sayı 2 olduğuna görə ona dihidrokso deyirik. Dəmir 3 dihidroksonitrat duzu yarandı. Onun nisbi molekul kütləsini tap. Nisbi molekul kütləsini tapmaq üçün nə edirəm? Dəmirim 56-dır. OH qrupu 17-dir. 2 evranda 34. NO3 qalığı da 62 yadında saxlamışam. Məncə belə olmalıdır. 56-dan 34 mənə verəcək 90, 100. 100-ün də üzərinə 62 gəlsə, 162 eləyər, eləmi? Yoxsa baxaq, yox, 90 eləyər bir dəqiqə. 90 üzərinə 62 gəlsə 152 eləyər. 152 eləyəcək, üzr istəyirəm. Deməli, əmələ gələn duzun adını tapın. Duzun molekul kütləsi 152. 1 molda olan atomların sayını müəyyənləşdir. 1 molda atomların sayı nə qədərdir? 3 oksigen var, 1 azot var. OH qrupunda da atomların sayı 1, 2, 2-2 vurduq 4 oldu. Bir də dəmir toplayanda 4, 5, üzərinə də gəldik. 4, 9 mol atom oldu məncə. 1 molda 9 mol atom olacaq. Belə, bunu da tapdıq. 15 də bitəndən sonra keçəyin 16 nömrəli çalışmamızın izahına. 16 artıq buradadır. Dəqiqə, yox. 16 növbətində olmalıdır müəllimlər. Aha, 16 buradadır, bəli. Gəlin 16-ya baxaq. 16-da deyir ki, içərisində eyni kütlədə su olan ağzı açıq qablarda reaksiyalar axıra qədər gedir və tərəzidə tarazlıq yaranır. İkisi və hər iki qabda alınan qələvinin ümumi mol sayını tapın. Deməli, içərisində eyni kütlədə olan ağzı açıq qablarda reaksiya. Deməli, əvvəlcə hər ikisində M qram su olubdur. Deməli, içərisində eyni kütlədə su olan ağzı açıq qablarda reaksiyalar axıra qədər gedir və tərəzidə tarazlıq yaranır. Deməli, reaksiya baş verir və reaksiyada tarazlıq yaranır.
Deməli, kalsium 20 qramdır suyun içərisinə daxil olubdur. Kalsiumun üzərinə su gəlsə, reaksiya zamanı kalsium OH2 üstəgəl H2 yaranacaq. Suyun qarşısına 2 əmsal yazmamız kifayətdir. Və 20 qram kalsium reaksiya üçün daxil olubdur. Normalda biz bilirik ki, 40 qram kalsium sistemə daxil olanda 2 qram hidrogen qazı ayırır. 20 qram kalsium daxil olsa, gəlin görək nə qədər hidrogen qazı ayrılacaq. Buradan 1 qram hidrogen qazı ayrıldığını tapdıq. Deməli, mən sistemə 20 qram kalsium daxil eləmişəm, amma 1 qram hidrogen uçub gedib. Deməli, sol tərəfdəki ümumi artım 19 qram olub. Sol tərəfdə ümumi artım 19 qram olubsa, onda mən belə çıxır ki, sağ tərəfdə də elə bir reaksiya aparmalıyam ki, sağ tərəfdəki artım da 19 qrama bərabər olsun. Gəlin ikinci hissəsinə baxaq. İkinci hissədə 19 qram artımını tapdıq. İkinci hissədə isə başqa bir rənglə yazaq. Kalsium hidritlə su arasında reaksiyanı aparaq. Kalsium hidrit bilirik ki, su ilə reaksiya girəndə kalsium OH2 qələvisi yaranacaq. Bir də hidrogen qazı ayrılacaq. Baxanda burada suyun qarşısına 2 yazacağıq. O zaman hidrogen də qarşısına 2 yazmalıyıq ki, əmsalımız hidrogen üçün 6-ya tamamlansın. İndi burada nə qədər kalsium hidrit reaksiya daxil olub bilmirəm. Deyək ki, bir A mol kalsium hidrit reaksiya daxil olub. A mol kalsium hidrit reaksiya daxil olsa, qabın içərisinə A mol kalsium hidrit daxil edim. Bu da 42 A qramdır. 42 A qram kalsium hidrit sistemə daxil oldu. Amma reaksiya zamanı 2 A mol hidrogen qazı uçub gedəcək. Niyə? Çünki 1 mol kalsium hidrit, 1 mol, daha doğrusu 2 mol hidrogen qazı ayırırsa, A molunda 2 A qədər hidrogen qazı ayıracaq molca. 2 A mol hidrogenim də 2 A mol, 2 A vurulsun 2, yəni 4 A qram deməkdir də. Deməli, sistemə 42 A qədər kalsium hidrit daxil olacaq, 4 A qədər hidrogen uçub gedəcək. Bu zaman sistemdə ümumi artım 38 A qram olacaq. İndi sağ tərəfdəki ümumi artımımız 38 A qramdır. Bu da bərabərdir 19-a. Niyə? Çünki sol tərəfdəki 19 qramlıq artım sağ tərəfdə də 19 qram artım verməlidir də mənə. Onda mən tapdım ki, sağda 38 A qədər artım olmalıdır. 38 A qədər artımım 19-a bərabərdirsə, A-mız bərabər olacaq buradan 2 mola. A-mız 2 mola, daha doğrusu üzr istəyirəm, 0,5 mola, daha doğrusu 19-u 38-ə bölməliyik. A-mız bərabər oldu 0,5 mola. Deməli, A-mız 0,5 moldursa, A qədər kalsium hidrit, elə A qədər də kalsium OH yaradacaq da. Deməli, sistemdə A mol, yəni 0,5 mol nə yarandı? Kalsium OH yarandı. Bəs birincidə nə qədər kalsium OH yaranmışdı? Bax, birincidə də 40 qram kalsium, 74 qram, başqa cür desə, gəlin elə bunu molca tapaq, zaten bizdən mol soruşur da. 1 mol kalsium OH yaradırsa, 20 qram kalsium da x mol kalsium OH yaradacaq. Elə birinci reaksiyadan da 0,5 mol yenə kalsium OH əmələ gələcək. Həm birinci reaksiyadan 0,5 mol, həm də ikinci reaksiyadan 0,5 mol kalsium OH yaranıbsa, deməli, ümumilikdə sistemdə 0,5 dəqiqə 0,5, yəni 1 mol qələvi yaranıb. 1 mol kalsium OH qələvisi yaranıbdır. Qələvi 1 moldur. Sonra deyir x-i tap. X-imiz nədir? Sistemə daxil olmuş kalsium hidrit. Kalsium hidritin A mol daxil olub sistemə. Bu da A-nın da 0,5 tapdıq axı. 0,5 mol kalsium H2 kütləcə x qram verir də burada. Kalsium H2 42-dir. 42-mizi 0,5-ə vuranda 21 qram. Deməli, x-imiz 21 qram kalsium hidrit olub. Yəni, sistemə daxil olan kalsium hidrit 21 qram olubdur. Belə. 16-nı da hesabladıq. Keçirəm 17 nömrəli çalışmanın izahına. 17-də də bizə deyir ki, eyni kütlədə götürülmüş natrium hidroksidlə nitrat turusunun reaksiyasından 54 qram su alınmış. Reaksiyanın artıq qalan maddənin qramla kütləsini tap. İndi yenə gəlin hesablayaq nəyi? Eyni kütlədə götürmüş natrium hidroksidlə HNO3-ün reaksiyası. Natrium OH-la HNO3 reaksiya girəndə həmişə burada normal duz əmələ gələcək. Çünki bunlar turş və əsasi duz yarada bilmir. Bir də su yaranacaq. Reaksiya birin birə nisbətən gedir. Mən bu məsələlərdə həmişə rahat olsun deyə azı çoxa çatdırmaq prinsipindən istifadə edirəm. Bu nə deməkdir? Natrium OH-ın emeri 40-dır, HNO3-dəki 63-dür. Əgər mən bunların hər ikisini eyni kütlədə götürürəm deyəndə, düşünürəm ki, hər ikisini azı çoxa çatdırım. Hər ikisini 63 götürmüşəm. Yəni 63 HNO3, 63 də natrium OH götürmüşəm. O zaman 63 natrium OH götürsən də bunun 40-ı sərf olunmalıdır. Çünki 63 HNO3 gəlib dünya dağılsa da 40 qram natrium OH sərf eləyəcək. Bu zaman natrium OH-dan 23 qram artıq qalacaq. Nə olsun 63 qram natrium OH götürmüşəm. Amma 40-ı sərf olunur axı. 23 qram natrium OH artıq qalır. Və 23 qram natrium OH artıq qalanda burada 1 mol, yəni 18 qram su yaranır reaksiya tənliyinə görə. İndi gəlin görək nə qədər natrium OH artıq qalıb ki, reaksiyadan 54 qram su əmələ gəlibdir. Buradan tənliyi həll eləsək, olacaq 23 vuranda 69 qram yəqin ki. Reaksiya zamanı artıq qalan maddə natrium OH, o da 69 qram olacaq. 69-u tapdıq. Və deyir, alınan duzun qramla kütləsini tap. İndi yenə natrium NO3-ün emerini hesablasaq, natriumumuz 23-dür. NO3-ümüz də 62-dir.
Elədi 85. Natrium NaOH-un emiri 85-dir. İndi artıq qalma bayaqlar dedik ki, 23 qram olanda 85 qram natrium NaOH yaranır. Burada isə artıq qalma nə qədərdir? 69 qramdır. Çünki artıq qalmanı 69 qram tapdıq axı. 69 qram artıq qalmada nə qədər natrium NaOH yaranacaq? 3 dəfə artırırıq da elə bil. Bu da bizə verəcək 255 qram natrium NaOH yaranar. Ya da suya görə də tapa bilərsiniz ki, 85 qram natrium NaOH 18 qram sudan yaranırsa, 54 qram su yarananda nə qədər natrium NaOH yaranacaq? Təbii ki, buradan 255-i abituriyentlər tezdə hesablayıb tapa bilərlər. 17 də bitəndən sonra keçirik 18 nömrəli çalışmamızın izahına. 18-də deyir ki, dəmir miski sulfat məhlulu reaksiyasına aid qrafikə əsasən tabir anına qədər reaksiyadan alınan misin kütləsini qramla və dəmir lövhənin kütləsinin neçə qram artdığını hesablayın. Deməli, dəmirin üzərinə kuprum SO4 gəlirik. Reaksiya zamanı ferrum SO4 və kuprum maddəsi yaranır. Bayaq dediyim kimi, burada reaksiya daxil olan metalla reaksiyadan əmələ gələn metalın ayrıları arasındakı fərq bizdə artımı göstərir. 64 qram misdir, 56 qram da dəmirdir. 64-dən 56 çıxanda bizə verəcək nə qədər? 8 qram artım. Deməli, 8 qram nədir? Artım normalda lövhədə müşahidə olunur. 8 qram artım nə zaman müşahidə olunur lövhədə? Məhlulda 8 qram azalma müşahidə olunur. Yadda saxlayın, ümumiyyətlə, lövhədəki artım həmişə məhluldakı azalmaya səbəb olur. Əgər lövhə artıbsa, həmişə məhlul azalacaq. Və ya da ki, məhlul artıbsa, lövhə azalacaq. İndi burada 250-dən 218-ə gələndə 250 ilə 218 arasındakı fərq 250-dən çıxanda 218 bizə verir 32 qramlıq nə? Azalma. Əgər məhlul 32 qram azalıbsa, deməli, lövhə mütləqdir ki, 32 qram artmalıdır. Bunu baxan kimi sırası 32 qram artımı siz buradan görə bilərdiniz. 32 qram artım. Növbəti halda bizə deyir ki, reaksiyanın alınan misin kütləsini tap. Reaksiyanın alınan misin kütləsini bu yuxarıdakı 8 qram artıma görə tənasib qrup tapacaq. Necə? Normalda görürük ki, biz 1 mol dəmir, 1 mol mis yəni belə deyək də əvəz etməsi baş verəndə lövhədə 8 qram artım olur və 8 qram artım zamanı, yaxud da lövhədə 8 qram artım olsa, yenə deyirəm, məhlulda 8 qram azalma olur. 8 qram fərq eləyəndə, deməli, nə qədər mis əmələ gəlirdi həmişə? 64 qram mis metal əmələ gəlirdi. Bax, reaksiyadan görürük də. 8 qram dəyişim baş verəndə, əvəz etmə baş verəndə 64 qram mis metalı yaranırdısa, burada isə 32 qram göründüyü kimi məhlulda azalma olub, başqa cür isə lövhədə 32 qram artım olub. 32 qram artımda nə qədər mis metalı yaranacaq? Buradan da tənliyi həll eləyəcək. 4 dəfə elə bir artmışıq. 64-ü vurarıq 4-ə. 64-ü 4-ə vuranda 256 qram. Deməli, reaksiya zamanı 256 qram mis metal əmələ gələcək və məhluldakı azalma 32 qram olduğuna görə bunu biz buradan görürük. 250-dən 218-ə gəlir, məhlul 32 qram azaldı. Deməli, lövhə 32 qram artmalıdır. Bu bir qaydadır. Belə, bu sualı da cavablandırdıq. Keçirik 19-cu çalışmaya. Alüminium hidroksidin termiki parçalanması. Gəlin yazaq. Alüminium hidroksid termiki parçalananda əmələ gəlir alüminium 2O3, üstə gəl H2O. Əmsallaşdırsaq, bura 2 yazsaq, alüminium 2-yə tamamlandı. Hidrogen 6-dır, onda bura 3 yazaq. Oksigenimiz də 6-ya tamamlandı. İndi biz burada görürük ki, müəllimlər, sıfırda başlayıb yuxarı qalxan əmələ gələn maddələrdir. Əmələ gələn maddələrdən biri Y-dir, biri X-dir. Çox əmələ gələn X, az əmələ gələn Y-dir. Biz də bilirik ki, normalda çox əmələ gələn alüminium 2O3, az əmələ gələn də sudur da, kütləcə. Alüminium 2O3 normalda 1 mol əmələ gəlir. Kütləcə bu daha böyükdür də, nə olsun ki 1 moldur. Alüminium 2O3-ün emerini hesablasaq, 54 üstə gəl 48. 102 qramdır. 3 mol su da 3-18-ə vursaq 54 qramdır. Normalda 102 qram alüminium 2O3 və 54 qram su əmələ gələndə, yəni sıfırda başlayıb yuxarı qalxan maddələrdir. Bunlar reaksiya məhsullardır. Bunlar arasındakı fərq həmişə 48 qram olur. 102-dən 54 çıxanda kütlə fərqi 48 qram edir. 48 qram kütlə fərqi olanda nə qədər su əmələ gəlirdi? 54 qram su əmələ gəlirdi də. Burada isə kütlə fərqi A və A üstə gəl 8 qram kütlə fərqi göstərir də burada. Əmələ gələn alüminium 2O3 ilə suyun kütlə fərqi 8 qramdır. Bax, biri A isə biri A üstə gəl 8-dir. Kütlə fərqi 8 qram olanda, bəs gəlin görək nə qədər su maddəsi yanacaq. A qram. Bax, A qram suyu göstərir də, balaca olan su daxı. Buradan da tənliyi həll etsək, burada 6 qaldı. Sadəcə mən 54-ü bölərəm 6-ya, 9 qram eləyər deyəsən. A-nı tapdıq, nə qədər? 9 qram. Yaxşı. A-ya nə yazdıq? Deməli, 9 qram yazdıq. A bərabərdir 9 qram. Bizə deyir ki, X-in kimya formulunu tap. X-in kimya formulu çox əmələ gələndə, yenə deyirəm, X-in kimya formulu alüminium 2O3-dür. Y-də az əmələ gələndə kütləcə, o da suyu göstərir. Sonra deyir ki, B-ni hesabla. B nədir? Deməli, B sərf olunan maddədir. Alüminium hidroksid B-yə qədər götürmüşük, amma A qədəri artıq qalıbdır.
Biz də A-nı nə qədər tapdıq? A-nı bayaq tapdıq da. Deməli, A-nı tapdıq 9 qram. İndi B qədər alüminium hidroksid götürmüşük, amma bunun A qramı artıq qalıb. Bax, yuxarıda B qram başladı. 40-40 xətt. Baxın, lap istəyirsiniz gəlin bu hissəni pozum, rəngli göstərim. Onda daha aydın olar bəlkə də. Baxın, B qram götürmüşük, düşüb aşağı, A qramda dayanıb. Deməli, B qram alüminium hidroksid götürmüşük, o sərf olunan maddədə. Bunun A qramı artıq qalıb. 40-40 xətt, onun artıq qalmış kütləsidir. Yəni 9 qramı artıq qalıb. Onda belə çıxır ki, B çıxılsın 9 qram alüminium hidroksid sərf olunubdur. Və biz tapdıq ki, su 9 qram yaranmalıdır. Normalda 54 qram su yarananda 2 mol alüminium hidroksid sərf olunur da. 2 mol alüminium hidroksid də nə qədərdir? Alüminium hidroksid 27 üstə gəlinsin. Deməli 16, 17, 17-ni elə bil 3 dəfə nəzərə alaq burada. 78 olmalıdır mR əgər düz hesabladımsa. Burada da 2 mol alüminium hidroksid isə 2-ni 78-ə vuraq da. Normalda 156 qram alüminium hidroksid sərfindən 54 qram su maddəsi yaranır. Burada isə 9 qram su maddəsi yaranıb. Nə zaman B çıxılsın 9 qram alüminium hidroksid sərf olunanda. Yazırıq ki, 156 qram alüminium hidroksid 54 qram su yaradırsa, onda B çıxılsın 9-unda 9 qram su yaradacaq. Tənasüb belə qurduq. 156 54 qram su yaradırsa, B çıxılsın 9-unda 9 qram su yaradacaq. Buradan 54-dən 9 görə ixtisar gedirmi? Gedir. Burada qalacaq 6. 6B çıxılsın 6-nı 9-a vuraq. Deyilədi 54. 54 bərabərdir 156-ya. Həll eləyək. 6B bərabərdir 156 ilə 54-ü toplayaq. 156 ilə 54 mənə verdi 210. 210 da bölək 6-ya. B-miz də bərabər olacaq neçəyə? 35 qrama. Bizdən də B-ni tələb edirdi. B də bərabərdir 35 qram şəklində cavablandırmış olduq. 19 da bitəndən sonra keçirik 20-ci çalışmamızın izahına. Bu hissələri pozuram, 20 ilə davam edirik. Deyir, qarışıqdakı metallar natrium və kalsiumdur. Kütlələri hər ikisi A qramdır. Artıq miqdarda su ilə reaksiyanın alınan hidrogenin mol miqdarı. Deməli, belə deyək də, natrium su ilə reaksiya daxil olanda əmələ gəlir natrium OH üstə gəlinsin 0,5 mol H2. Hər metalın 1 molu öz valentliyinin yarısı qədər mol hidrogen qazı ayırır. Buradan da sırası elə natrium 0,5 mol H2 yaza bilərdiniz. Kalsiumda yenə 1 moldursa, 2 valentli olduğuna görə 1 mol H2 ayırmalıdır. Amma yenə də reaksiyanı yazaq. Kalsium üstə gəl H2O. Əmələ gəlir kalsium OH2 üstə gəlinsin H2. Və 2 yazsaq 1 molda hidrogen qazı ayrıldı. Deyir ki, reaksiya üçün hər ikisi üçün A qram natrium götürülüb. Reaksiyanın alınan su ilə reaksiyanın alınan hidrogenin mol miqdarı 4,3 moldur. Başlanğıc qarışığın qramla kütləsini alınan məhlulda natrium hidroksidin mol sayını tapın. İndi belə deyək də, 1 mol, yəni 23 qram natrium 0,5 mol H2 ayırırsa, o zaman A qramım da nə qədər hidrogen qazı ayıracaq? 0,5 A bölünsün 23 hidrogen qazı ayıracaq. Kalsiuma da baxanda, kalsiumun mR 40-dır. Üzr istəyirəm, ayrı 40-dır. 40 kalsium reaksiya zamanı 1 mol H2 qazı ayırır, 1 mol hidrogen qazı ayırır. İndi burada da deyir A qram götürmüşük. A qram da nə qədər hidrogen qazı ayıracaq? A bölünsün 42. Deməli, 0,5 A bölünsün 23 qədər natrium hidrogen ayırdı. Biri isə A bölünsün deməli 40. 42 yox, 40 oları üzr istəyirəm. X-imiz bərabər A bölünsün 40 oları. 42 nə yazmışam? Aha, X-imiz də bərabər olacaq A bölünsün 40-a. Deməli, birinci halda 0,5 A bölünsün 23 hidrogen ayrıldı. Yenə deyirəm, bax, tənliyə baxanda 23 qram natrium 0,5 mol H2 ayırır. Onda A qramında X mol hidrogen ayırır. Ayrılan hidrogenimiz 0,5 A bölünsün 23-dür birinci reaksiyadan. Birinci reaksiyadan 0,5 A bölünsün 23 hidrogen ayrıldı molca. İkinci reaksiyada 41 mol hidrogen ayırırsa A qramında A bölünsün 40 mol hidrogen qazı ayıracaq. Bunların cəmi mənə verəcək 4,3. Bunlar üçün gəlin ortaq məxrəc tapaq. Necə eləyərik? Deməli, belə eləyək də. Ortaq məxrəc birini 40-a vuraq, birini də 23-ə vuraq da daha rahat olsun. Bunu 40-a vuraq, bunu da 23-ə vuraq. Ortaq məxrəcə gətirək. Ortaq məxrəcimiz 40 vurulsun 23, 920 oldu. Bunu da 4,3-ə vurduq. Deməli, 3956 bərabərdir. 40-ı 0,5-ə vuranda 20A, 23A, 43A elədi. Sonra da bunu gətirdik, böldük. 3956 bölünəndə 43-ə. A-nı tapdıq. Nə qədər? 92 qram. Yəni A nə idi? Kütlələri idi də bunun. A-mız 92 qrama bərabər oldu.
Sanki tapdıq. Bizə deyir ki, başlanğıc qarışığın qramla kütləsini tap. Başlanğıc qarışıqda mən A qram natrium, A qram da kalsium götürmüşəm. Yəni 2 A qram maddə götürmüşəm. 2 A qram maddəm 2-ni 92-yə vuranda nə qədər elədi? 184 qram. Deməli, başlanğıc qarışığın kütləsi 184 qram olubdur. Sonra deyir ki, alınan natrium hidroksidu mol miqdarını tap. Reaksiya zamanı reaksiyaya A qram, yəni 92 qram natrium sərf olunub da. Normalda biz görürük ki, 23 qram natrium sərf olunanda əmələ gələn natrium hidroksid 1 mol olur. Burada isə 92 qram natrium sərf olunub. 92 qram natrium nə qədər natrium OH yaradar? 92-ni bölək 23-ə, hardasa 4 mol. 4 mol natrium OH maddəsi yaradacaq. Bizdən də elə onu soruşurdu. Doğru cavabı da ikinci halda 4 mol kimi vurğuladıq. Burada biraz hesablama uzun getdi. Bəlkə də qısa başqa cür hesablama olar. Əslində, yəni qəliz məsələ deyil. Biraz hesablaması uzun çəkdi bunun. Digər 21-ci çalışmaya 21-dən bitiririk. Deyəsən 21 məncə sonuncu məsələ olmalıdır. Deyir ki, artıq miqdarda xlorid turşusuna reaksiyaya daxil olan maddələr kalsium karbonat verib. Kalsium karbonat artıq miqdarda H xlorla reaksiyaya daxil oldu. Kalsium xlor 2 üstəgəl H2 ayrıldı. H xlorun qarşısına kəmsal yazdım. Digər halda isə kalsiumun üzərinə H xlor gəldi. Kalsium xlor 2 üstəgəl H2-yə ayrıldı. H xlorun qabağını 2 yazacağım. İndi deyir ki, birinci qabda baş verən reaksiyadan 11,2 litr hidrogen qazı ayrılıbdır. M-i tap. İndi normalda biz bilirik ki, 22,4 litr, yəni 1 mol hidrogen qazı ayrılanda reaksiya üçün 1 mol, yəni 100 qram kalsium karbonat sərf olunur. Burada isə deyir, birinci reaksiyada 11,2 litr hidrogen qazı ayrılıb. Bu zaman nə qədər kalsium karbonat sərf olunub? Deyək ki, M qram. Buradan, yəni 100 qram kalsium karbonat 22,4 litr hidrogen qazı ayırırsa, M qramım da 11,2 litr hidrogen qazı ayıracaq. Yəni tənasüb belə qurursunuz ki, 100 qramım 22,4 litr hidrogen qazı ayırırsa, M-im də 11,2 litr hidrogen qazı ayıracaq. Buradan M-imiz bərabərdir 50 qrama. Aha. Sonra deyir ki, ikinci qabda baş verən reaksiyanın alınan qazın kütləsini hesabla. İndi M-i 50 qram tapdıqsa, deməli M 50 qramdırsa, deməli kalsium, burada da M qram götürülür. Bax, yəni 50 qram kalsium götürülübdür. Normalda 40 qram kalsium götürüləndə 1 mol hidrogen qazı ayrılır. 1 mol, yəni 2 qramda, kütləcə 2 qram deyək də buna. 50 qramda isə gəlin görək nə qədər ayrılacaq. Baxın, 40 qram kalsium ikinci reaksiyada 2 qram hidrogen qazı ayırır. İndi deyir ki, 50 qram, yəni M qram 50 qram deməkdir. Bu nə qədər hidrogen qazı ayıracaq? 2-ni vurduq 50-yə 100, 100-ü də 40-a bölsək, yəqin ki, 2,5 eləyər, eləmi? 2,5 qram hidrogen qazı ayıracaq. Məncə başqa bir şey soruşmur. Alınan qazın kütləsini hesablayın, 2,5 qram hidrogen qazı ayrılacaq. Belə, bu qədər, uğur olsun. Bundan sonraki mövzuların da, yəni ümumi kimyanı tam bitirdik. Bir də demək olar ki, bütün mövzuların hamısının izahını öz YouTube kanalımda paylaşmışam müəllimlər. Ümumi kimya tam bitdi. Qalan üzvü və qeyri-üzvü kimyanın da təbii ki, izahlarını YouTube kanalımda mütəmadi paylaşacağam. İzləsəniz, oradan lazım olan sualların izahlarını görə bilərsiniz.